Yayımın baş sponsoru Berk Soyuq Çayları. Sponsorlar Quix Məişət Avadanlıqları, Bomba Beloçka Tumları, Baku Avtomol, Qardaşlar Mebel, Permalit Boyaları. Ayana burada nə dayanmısan ki? Gəl elçilərimlə otur da. Ay qızım, az mən qadın xeylağıyam. Dədəm yoxdur evdə, girib onlarla nə danışım? Sonra gəlib məndən yapışsın ki, mən olmamış, girib içərdə razılıq veribsən. Ayana iş işdən keçəndən sonra dədəm sənə nə deyəcək? Gəl elçilərimlə yola sal da bir, danış da onlarla. Azma bax, sən bu elçilərə görə belə yanıb yaxılma, tək saat tapılmayan elçi olsun. Bildin? Sən mansardda ev deyirsən, əlimizdə qalasan. Sən Ağşəhərdə Lavastroykada 4 otaq evsən. Bildin? Camaat səni ilim-ilimi gəzib axtarır. Darıxma, qarıxma, səbirli ol. Ayana, gəl də. Səbirli ol qızım. Dayan! Dədən gəlir, səbirli ol. Az keçdi maşınların üstündən dədən. Az sən uşaqlı olsan bala. Onlardır. Hə. Sadece bunlar, bu elçiler çok sırtık elçiler daha. Gelip gedirler. Hamısı gelip kızım. Hə, hamısı gəlib. Dən sən yoxsan, ayaqdakı gedək həmi ver də. Ha, vereceğim de kızım, dayan da. Bana bunun bu Rigi ver. Az, Rigi ver. az, Rigi. Rigi, kızım, Rigi. Ben ne diyelim? Ben belki gör. At deyən az. Ben kızım bir tane bir söhbət edeyim. Bunu bir tane sal, göt sal içeri onu. Göt bir tane sal içeri. Yer içər. Yer içər. Yer gəl. Az küç. Küç. Cəbər. Qapımı ala Cəbər. Ben de diyelim. Biz bu kızı indidən versək, uduzarıq. Niyə? Çox uduzarıq. Niyə? Mən sana deyəcəm niyə. Hə. Bax, qızı heç vaxt aprel, may, iyul bu vaxtda ərə verməzlər. Uduzursan onda. Qızı nə vaxt ərə verirlər? Qızım, benim təniddə gəldin, ev yox da, indi danışaq da, bir də ata, bala, bir də ararvatda danışaq. Hə. Qızı ərə verərlər dekabr ayında. Ay, ata dekabr elə çox var, gör neçə ay var. Az bir dayan da, bir qız qoymur, bir fikrimizi deyək. Sən Rigini itirmisən, ha qızım. Mən deyirəm ki, gəl qızı indi verməyək. Buna deyək ki, bəs fikirləşirik, tartaq, qızı verək dekabrda. Niyə dekabrda? Niyə? Dekabrda, Novgodda, qızına bir dənə iPhone alacaq. Hə. Alacaq, almayacaq. Hə. Keçdik bunun 14 fevralına. Hə. 14 fevralında Hə. bunun ətiri gələcək, gəlməyəcək. Hə. Sırqası gələcək, gəlməyəcək. Hə. Oradan keçdin 8 marta. Hə. Bunun gələcək yüzüyü, Gəl, hə. gələcək brasileti, Hə. gələcək sənin qırqızılın. Keçdik çərşənbələrə. Hər çərşənbədə şəkər buran ayrı, qoğalın ayrı, paklavan ayrı, gələcək, gəlməyəcək. Novruz bayramında qapına bir dənə qoç salacaq, salmayacaq. Görsən, salır. Biz qızı indi ərə versək, qoşdu, hədiyyədir, qırqızı, onlar əlimizdən çıxdı. Biz martı işləyənmədik. Bir dənə qızıl olsun, nə dekabr işlən, nə fevral işlən, nə martı. Biz işləyənmədik. Ay ata, inan ki onların heç biri mənə lazım deyil. Mən ancaq ər lazımdır. Gəl də bir. Şükür rejə bu. Ərə getmək istəyirəm də. Sən bizim obrumuza fardın bala. Ay ana, nə olar? Kişi. Hə. Baba. Ver bax. Bunlar bizə heç zat dalası deyirlər. Ötər. Biləsən. Ötər. O tərkin. Hə. Mən aylardır bunlara deyirəm, gəlin tayelçi. Mabsə nə deyirlər? Hə. Mat çıxsın gələrik. Heç nalası deyirlər əllərimi öz.
Gəkiş Gəlin bəri. də, gəlin. Hə, ana. Gəl. Gəl. Ana indi verir gəl. sizdə mənə. hə? Allah lüt elçi var tapıb gətirmirsən. Nə tapıdı da? Neynək? Qızın olsun qismətinə bax. Hə. Salam aleyküm. Salam aleyküm. Salam. Qıza. Yaxşı, sağ ol. Salam. Salam. Necəsiz? Bacı nə tərsiz? Sağ olun, yaxşı olasınız. Salam Maqsud müəllim. Salam aleyküm. Maqsud müəllim, deyirəm da sizin evə gedib gəlməkdən buranı su yolu eləmişik. Deyirəm, bir hə desəydiniz, biz də evimizə, işimizə yığışardıq. Valla Maksud qardaş, inanmazsan, bizim kişi səni yuxuda görür day. Kimi? Hə, səni. Mən yuxuda gördüm. Səni yuxuda gördüm. Bir də adamı ki, çox düşünəndə, çox fikirləşəndə, o edir ki, yuxuda həmən adamı görürsən. Elədir, elə. Ona görə mən də sənin yuxuna gəlmişəm, sən də məni görmüsən. Bəli. Nə arırdıq yuxuda? Yaxşı, hə. Sonra danışaram, o başqa söhbətdir. Yox, hı? Yox, Gəzməklər zadlar. Gəzməyə getmişdin sən. İki qardaş belə. Yox, yuxudur da, bu dəqiqə gedib gəzmədik ki. Onu baxarıq hələ. Baxarıq hələ. Maqsud qardaş, Bəli. bax, nə deyimsən hamısını eləmişik. Ev dedin, tikilir. Tikilir. Maşın dedin, gəlir. Gəlir. İşdi, axtarılır. Bir dənə qalıb, bax bu, gəncləri birləşdirmək. Bir dənə sənin bir böyük kimi xeyir duar. Biz sizdə bir dənə iş tamamlanmıyor. Hamısı havadadır. Ev tikilir, maşın gəlir, işdə axtarılır. Bu məsələlər həll olunmuyor. Bu həll olunsa, bu ev tikilsin də, bu maşın gəlsin də, bu iş işlənilsin də. Olmur axı bu. Vaxt gedir də, yaş gedir, vaxt gedir. Şimdi mən də Ona bilirəm, görə bir vaxt deyirik ki, gedir. bəs özün deyirsən axı, yaş gedir. Belə bir şey deyim də sizə. De bacı, de. Qardaş, deməli indi dua ilə mı deyim? Hər hansısa bir yolla mı deyim, Bəli. kişini yola gətirdik, qızımızı verdik oğlunuza. Və yaxşı, sizin bu oğlunuzun, ay xanım, bizim qızı saxlamağa gücü varmı? Nöqtə. Var, Nöqtə. var. Nöqtə. Narahat olmayın. Sizdi bizdi əl-ələ verib bu uşaqları dolandıracaq. Narahat olmayın. Yox, xahiş edirəm, əl-ələ verməyi, onu yığışdıran biz də yallı oynayır o. Qaraq, bu arvad almır bu adam. Bəli. Bu evlənmir. Bəli. Və bu ailəsi saxlamalıdır, biz niyə əl-ələ verdik? Və saxlayacaq da Maqsud. Mən bilim ki, sən deyirsən saxlayacaq. Mən nə bilim ki, saxlayacaq yoxsa yox. Bu bir dənə gül alıb gətir. Bəli. Düzdür? Bunun 3 dənə gül almağımın imkanı yoxdurmu? Bunun hər dəfə bir dənə alır. Ay Maksud qardaş, o səni sevirəm deməkdir də bir dənə gül. 3 dənə olanda o məna vermir. Narahat olma. Hə, yəni mən bilim ki, bu ailəsinə baxacaq, sabah bu uşaqları oldu. Olma ehtimalı biraz şeydir, %5'dir, amma ola bilər. Oldusa, bu uşağına baxa biləcəkmi? Bunları biz bir dənə götür qoy eləməliyik bu elçilikdə. Bəşətər, bunun 2 dənə uşağı var. Onlara nətər baxırsa, canı çıxacaq, buna da elə göz bəbəyi kimi baxacaq. Hə. Yalan danışan var. Nə deyir? O 2 uşağı var, ha? Bəli, birinci ailəsindən 2 uşağı var. O olub da, olub. Cavanlıqda o vaxtı. Olsun da ata, yox lənət. Verin gedin. Buyursan, qız da razı. Nə istəyirsən? Yox, Deyər. Bu bir dəfə evlənir, Hə də, 2 uşağı var. 2 uşağı var. Uşaqlar haradadır? Anasında, Anası haradadır? öz evində Ayrılıblar. ayrılıblar. İndi siz düşmüşsünüz ikincinin dalında ki, bir dənə də arvad ala, onu bədbəxt eləyək də, düzdürmü? Ya bədbəxt eləməkdən söhbət getmir. Biz 8-ci dəfə deyə gəlirik. Bizim fikrimiz ciddidir. Yox. Bu birinci arvadını saxlaya bilmirsə, bunu ikincini nətər saxlayaq? Xahiş eləmə. Duraq təpəşək. Xoş getdiniz. Yox, mən
Qızımı verib bədbəxt edeyim. Alışırsan Hadi sən. ben Xoş gəldiniz. Gəlir hər şey deyə. ben özümden eşitmeli de sabah orada burada eşidende. Dəhşət adamsan ya sən. Sənin ağzında söz qalmır. Ay Don Juan dur gedək də. Düş qabağıma. Valla sənin atan kimi atan var. Papağın günə yanıb. Qızım otur. Otur gör nə deyir. Bilirsən mi qızım, mən ona görə bax bu elçiləri sıxma boğmaya salıram ki, bax görsən belə şeylər ortaya çıxıb ki, sən demə bu bir dəfə evli oldu. Bundan ailə saxlayan olsaydı elə birinci ailəsini saxlayan. Ona görə də qızım, mən səni bədbəxt edə bilmərəm. Elə ondansa gedib əri bədbəxt olunca qal ata evində xoşbəxt ol qızım. Ay ata, düz deyirsən. Bu dəfə sən haqlısan. Mənim də qismətim belə yazılıb. Amma narahat olmadan mən sənə demişəm, mən səni uzağı iyulun 15-nə kimi əridəcəm. Dədən dedisə ərdəcəm, deməli ərdəcək. Bu da qız da ağlayanda mən özümü saxlayam. Ha, ağlama, sən də ağlama, dana məni də bir dəqiqə ağladacaq. Qızın yanında belə eləm. İşte. Sımışqan da qutardılar. Çıda bura tök. Qaynana, söhbətimin canı odur ki, nə qədər olar ki, mən qaynananın əlinə baxım. Mən sənin qızını almışam ki, qızına baxım. Amma mən sənin əlinə baxıram. Nə olar ki, sən mənim qaynanam olanda? Nə olar ki, mən Lambart Mahirənin qızını almışam? Bu demək deyil ki, mən səndən istifadə eləməliyəm. Sənin pulundan istifadə eləməliyəm. Amma bu o demək olur. Mən uşaq deyiləm, mən özüm də görürəm ki, mən səndən istifadə edirəm qaynana. Bu açıq-açığına. Bu cəmaat deyirəm, mən uşaq deyiləm, cəmaat deyəndə. Mən bilmirəm ki, mən sənin qızını niyə aldım? Puluna görə. Orası elədir. Mən də qaynana oturdum, durdum, fikirləşdim, qərara gəldim ki, ta bəst. Ta bəst. Çox eləmsən mənə. Qalinvacanı alıb altıma qoymuşsan. Cibimə pul qoymuşsan. Nə olasın? Həftədə 3 dəfə mən gedirəm, tırnaşörəm, mən şeylərlə, konterlərlə işləyirəm. Mən şeyə gedirəm, baseniyə gedirəm. O qədər mən harınlamışam ki, mən qaynanamın hesabına qudurğanlığımdan mən bu yay dənizdə cəmaatın ailəsi zadı orada tüm verir, mən dava salmışam. Nəyin hesabına? Qaynanam qudurdub məni. Lambart Mahirə qudurdub məni. Mahirəndən nə qudurdub? Mahirəni qudurdub Lambart, məni də qudurdub Lambart Mahirə. Ona görə də qaynanam, mən qərara gəlmişəm ki, sağ ol, eləmsən, qalinvacanı alıb qoymuşsan altıma. Mən onun benzin pulusu səndən aldım. Mən utanıb ölüb yerə girmək istədim. Sənə deyəndə ki, qaynana, mənə pul at, mən qalinvacana benzin vurum, mən utanıb ölüb yerə girmək istədim. Sadəcə olaraq getdim, qəbristanlıqla danışdım, dedi ki, bizdə ümumiyyətlə pulsuz yer almaq mümkün deyil də. 1200 manat ver, qəşəng yerlər, göstərdilər elə də. Yaxşı yerlər var, maraqlı yerlər var, belə panoramalı. Amma baxdım ki, mən onun da mı pulunu səndən alım? Ona görə mən özümə söz vermişəm qaynana. Bir də mən səndən qalinvacenin benzinlə pul alsam, mən naçişiyəm, başqa variant da yoxdur. Naçişinin üstündə də bəs dayanmışam. Çıxış yolunu nədə görürsən, ay kürəkən? Çıxış yolunda görürəm ki, sən mənə qalinvacenimə benzin almamaq üçün mənə bir dənə tokla maşın al. Bəlkə qutaraday. Benzinlə maşın, tokla maşın. Yığ, buradasan, buradasan. Sürürsən qalinvagenimi, sür. Nə vaxt benzinin pulu lazım oldu, özüm verəcəm. İşin yoxdur. Mən verirəm, nə olsun? Mən verirəm, mən xoşdur. Sür sən aldığım maşına, tutardı, getdi də, bəksi də. Bilirdim elə gətirib bura çıxardarsam, bilirdim. Bilirdim. Tokla maşın alır, tokla maşın, tokla. Bilməmişdim. Aynen ha. Onu da deyirsən. Mən nə tərki özümə söz verdim. Qalinvagenin benzinin pulunu qaynanəmdən almayacam. Onu da deyirsən, sən mənə tokla maşın almalısan. Niyə almalısan da? Aydındır. Mən onda uşaqlarla bir gün görüşəyim, sabah səhər mən çıxıb gedərəm Özbəkistana.
Gedirəm burada daim gözləyirəm də onun gilas plantasiyası var. Gilasımı satacağım. O gilas, o səbət, görüm nə varram, nə edirəm mən. Gəl o tokla maşını alacağım. Ev yox qaynana. Bəri bax, Hala sən sumkanın. bəri bax. Məndən niyə aran qalma? Məndən niyə aran, mən bilirəm də, mən işimi quracam da. Mən səhv elədim qaynana, mən səhv elədim. Sənin qızını aldım, mən səhv oradan elədim. Mən sənin qızını niyə almalıyam? Niyə almalıyam mən? Mənə bax. Gələk, sən tərəfə mən yıxılmayaydım. Yıxıldım, gəldi bu yerə. Ev yox, ev yox. Götür bu sumkanı. Hə? Götür bu sumkanı. Apar məni bu toklu maşınların yanına görüm nə edirsən sən. Burada bir dənə var. Çox yaxşı maşın, bir dənə cavabı da. Göstər görüm, göstər görüm. Mən elə onsuz da bilirdim axırı bu söhbətin bu olacaq. Mən onsuz da bilirdim. Gəl, düş qabağıma görüm. Sözərəm mən, özünün də xoşun gələcək. Lazım olanda sənin də hara lazımdır, aparıb gətirəcəm. Elə deyirsən. Elə deyirəm. Qaynana de budur bax. Budur mu? Hə, mənim ən xoşuma gələn tokla maşın bax budur, avatar. Hə, nə gözəldir. Çoxdandır bunu bu Bakı avtomalda baxıram, deyirəm ki, bunu alacam, bunu alacam. Bir gün bunu alacam. Çox, Hə, çox. buna bax, bunu tut. Bir görüm. Buna bax, mən də. Kartlandı. Hə, kartla da. Qapıya bax, qapıya bax, qapıya bax. Oo, öz açıldı. Sən qapını bir açırın. Niyə? Gör bura kimi Lambart Mahirə, Lambart Mahirənin şürəkəni. Qapı açılmalıdır. Hə, lan, bir dənə bunu tut. Hə, ver Bir bəri. dənə bunu tut. Ah! Gəlirəm Bakının küçələri, gəlirəm darmadan eləyəcəm. Gəlir, Lambart Mahirənin kürəkəni gəlir. Aldın mı maşını? Aldın mı maşını? Aldıq, Öpürəm səni, aldıq. öpürəm səni qanım. Mənə bax. Hə, haydi, haydi. Kürəkən, bəri gəl. Hə? Bunu sənə götürək, sənə çox yaraşdı bu Hə, maşın. qəşəng, Çox yaraşdı gözəldir, mı? sağlıqla Yaraşdı mı? qismət. Bunu kim sürməlidir? Elə Bunu sən Lambart- sürməlisən. Lambart Mahirənin kürəkəni sürməli. Gözəl Qamı deyirsən. desin, qamı desin. Gözəl deyirsən. Mən şəxsən mən özüm qaynanamla fəxr edirəm. Çox. Nə yaxşı sən varsan. Sağ ol, ay kürəkən. Mənə deyirdilər ki, get kişi kimi pulunu qazan, kişi kimi çörəyini qazan, get özün al maşını zadı, qaynanana yıxılma. Amma mən o kişi söhbətlərinin üstündən xət çəkdim, gəldim sənin yanıma. Ən düzün eləmsən. Nə deyir? Uymadım heç nəyə, mən yenə qayıtdım. Ay, sağ ol, Qayıtdım. sənin başına Hə. dönüm. Onda Sür. belə eləyək. Hə. Sən Qalenvagenə gətir qoy bizim qaraja. Hə. Bunu da elə denən gəlsinlər, elə bunu sənə götürək. Yaxşı? Çox yaraşdı sənə, çox. Çox yaraşdı. Əla. Qalenvagen onda əlimdən alırsan, eləmi? Sağ ol, Gətir qoy qaraja, aynen, sənə sağ ol. alırıq da. Anar evi yox, evi yox. Onsuz da sən həyat mənim mənəviyyatımı əlimdən alıbdır. Da qaynanam da o Qalenvagenin əlindən almalıdır. Bir dənə mənə Qalenvagen vermişdin. Bir dənə də qızını vermişdin. Sən mənə niyə iki şey verdin? Qalenvagen qızın. Sağ ol. Qalenvagen də alırsansa, onda elə aldığın kimi Qalenvagen də verirəm sənə, qızını da verirəm sənə. Nəzir qutardır. Hə, yaxşı, Lazımdır. yaxşı. İstəmirəm. Lazımdır. İstəmirəm o Ya, Qalenvageni də. İstəmirəm. Qoy sənin olsun o da. İstəmirəm. İstəmirəm, mən də istəmirəm. Mənə bax. Hə. Mənə bax, deyirəm istəmirəm o Qalenvageni. Küstür. Ay? Bəli, bax görüm. Sən mamandan küstür. Nətər dilində çıxardır bayra. Bəri gəl. Bəri yanağını gətir bəri. Gətir görüm. Gətir görüm. Nətər sənin başına dönüm. Gəbri görüm. Sən nətər qaynanandan küsərsən, hə? Sən nətər qaynanandan küsərsən? Hə? Heç bir cürə qaynanadan küsmək olar. Yox. Buna bax. Benim bu çöreği yedik ama nəsə çatmır. Səncə? Berk. Düppədiz. Qardaş, bizim berkləri ver.
Hansını içirsən? Şaftalı, feyxua, mango yoxsa marakua? Mango ilə başlayaq. Mən şaftalı ilə. Səsə var. Yoxdur da ondan. Mango. Sənin dədən mənim cehizlərimin heç birini bəyənmir. Ta bunların hamısının vaxtı keçib. Ana bax, Quixin belə çaynikı olan yerdə sən nə belə çaynik işlədəsən? Bu Quixin nə gözəl ütüləri var. Köhnədən ayrıla bilirsən ki, təzədən xəbərin olsun. Təzə radiatorla çıxıb, sən bu plitkadan çıxa bilmirsən. Bu Quixin toz soranın nə gözəldir. Heç səsi də çıxmır, ey. Görsən ana, Quixdə olmayan məişət avadanlığı yoxdur. Bir dənə buna bax, gör necə rahat. Masanın gözəlliyinə bax, bizim qonaq otağımıza necə yaraşır. Mətbəx üçün masa, Çox gözəldir. işçi masaları, dolablar, toplantı masaları, qeydiyyat masaları, gözləmə oturacaqları, ofis divanları, smart masa, ofis kresloları. Qardaşlar mebeldən tapa bilərsən. Bax, bu gördüyün ofis mebelində alıb göndərəcəm atava, kabinetində rahat əyləşsin. Mən bu mebelləri gördüm, ağlım çıxdı başımdan Cavanşir. Heç bildim ki, nəyə gəlmişəm. Qaynana, mənim xalam oğlu maşın alverçisidir. Ondan da gedib maşın ala bilər ya. Zəmanət verir. Yox, zəmanət vermir, amma yaxşı sənəl vurmağı var. Baku avtomolda satılan bütün maşınlar yalnız rəsmi nümayəndəliklərin maşınıdır. Baku avtomolda həm Koreya, Yaponiya, həm Çin brendləri, həm klassik, sport, Avropa avtomobilləri, bir sözlə hər cür avtomobillər ala bilərsən. Ünvan da rahat deyim, Babək prospekti. Dedim elçilər gələnə kimi bu Belçika tumlarını çıtlayaq, başımızı qataq. Tələsmə, qoy elçilər gəlsin, geçsin, sonra açıb çıtlayarıq. Yo. Mən Belçika tumunu gördümsə özümü saxlaya bilmirəm. Elə mən də. O nə boyadı sən alıb evi boyamısan? Bəs hansı boyadan istifadə edeyim? Permalit boyaları. Permalitin Thermomax seriyası boyaları həm mat, həm ipək mat, xarici fasadlar üçün yarı mat və mat seriyalarında boyaları var. Antibakteriyaldır, silikonludur, tez silinendir, uzun ömürlüdür və ən əsası solmayandır. Sən ustasan, bunları sən bilməlisən. Düzdür. Cavanşir, açıldı hər şeyin üstü, açıldı. iş görürüm, sonra danışarız, sonra Nəyi sonra danışarız? İş görürüm. Xəbərim var, sevgilin yığmışdı mənə. Bir dəqiqə. Nə olur, iş görürüm, burada işçilər zaten işçi, nə olur? Sevgilin yığmışdı mənə. Nə deyin? Nə deyəcək? Hər şey açdı tökdü. Üstə qutardı Cavanşir. Buradan çıxıb birbaşa gedirəm səninlə boşanmağa. Vəsə. Yox, bir dənə danış görək nədir də, bir nə dedi, nə deyilmədi, elə sıraz elə deyirsən ki, boşanaq, olmur axı. Nə Biz evlənməmişik ki, boşanaq, nə məsələdir, deyilən yoluna qoyadı. Bəlkə elə məsələ deyərsən ki, bəlkə o zəng elməyib deyirsən sevgilim zəng vurur. Bəlkə elə bir söz deyir ki, mən o sözün altından çıxacam, işlənməyə, heç nə sübut edə bilməyəcəksən. Bundan sonra neyin Denən görüm, denən. Mənə çox maraqlıdır sənin cavabların. Nə deyib sən, zəncir nə deyib? Mənə yığdı deyir ki, Hə. sən yığan ərivin keçmiş sevgilisidir. Vaxtında mənə kreditdə maşın götürüb, indi kreditini ödəmir. Əgər siz mənə maşınımın kreditini ödəməsəz, gələcəm sizin bütün qohum, əqrəba, tanış, kim varsa hamının yanında sizi biabır eləyəcəm, deyəcəm mən Cavanşirin sevgilisiyəm, arvadı eybəcərdir deyə yanından qaçıb. Lamiyə zəng eləmiş sənə.
Buna bax, necə üz-üzmə deyir, Lamiyə. Yox, sual verirəm də, sual verirəm. Görüm odur yoxsa o deyil. Həli odur. Hə, indi bildim. Sən danışdın. Düzdür. Hə. Olar mən də danışım. Sən nə danışırsan? Sən bax yenə vaxt qazanırsan. Qazanmıram. Bax, sözlərim fikirləşir. Bax, boş eləyir. Nə deyirəm buna yenə aldadın. Bax, yekə kişi sən utanmırsan, Sənə ayıb olsun, Ayıb olsun sənə. Olar mən də deyim. Sən danışdın, mən sənin sözümü kəsmədim. Səndən mən xahiş eləm, sən də mənim sözümü kəsmə. Tez abi. Deyirəm. Necə ki, mən sənə hörmət edirəm və sənin bütün sözlərinə qulaq asıram, dinləyirəm. Sən də mənim sözlərimə qulaq asıb dinləməlisən ki, mən nə deyəcəm. Bildin? Əgər... Bax, fikirləşirəm, buna bax, fikirləşirəm. Hazır. Düzdün qoşdun, zaman şey. Hazır. İndi qulaq as mənə. Gör, səhv deyirəm, sən də nə ki, səhv deyirsən. De. Qulaq asıram, de. O zəng eləyən var ha, dedi ki, mənim sevgilim onun Hə, də başında. keçmiş sevgilin Lamiyə. Sən bilirsən ki, indi elə maşinliklər nə qədər çoxalır? Necə? Necə? Eşitməmişsən ki, səsləri kompüterdə elə düzüb qoşurlar, zəng edir, deyir ki, bəs mən sənin qardaşına mənə 300 manat pul ver. Doğrudan. Eşitməmişsən? Eşitmişəm. Ay, sağ özün o günü dedin ki, rəfiqəm deyir ki, mənim yoldaşım Zəfirov deyir ki, bəs belə cəld evdəki pulu mənim kartıma at. Sağ kart göndərə. Olub-olmuyor. Bunlar hamısı maşinliklərdə eyni səsdən zəng edir. O da zəng edir ki, deyir ki, mənim sevgilimdir, səndən maşının pulunu alsın. Verdin sən. Yox, hara verirəm? Halal olsun sən. Öpürəm sən, belə ayıq ol. Xoşum gəldin səndən. Bax, həmişə belə ayıq ol. Ayıq sayıq ol, belə şeylər olsun. Hər an bax, mənim də adımdan zəh vura bilərlər sənə. Baxırəm, məndən sənə zəh gəlib, mənim səsimlə, amma başqa adamlardır. Hamısı maşinliklərdir. Zəh vurub sənə deyə bilərsin. Məsəl üçün, maşını vurubsam, tez elə mənim onu 1000 manat pul göndər. Qəti göndərmə. Yox, hara göndərəm? Hamısı dənəduzlardır. Hamısı dənəduzlardır. Sən başıva dönərəm. Bəs elə şeylərə inanma. Qoy ora, özüm eləyəcəm, qoy ora. Mən nə fikirləşirəm, bu kişi nə deyir? Yox, bəslə, mən bilmirəm ki, nədir. Mən uşaq deyiləm ki, sən get narahat olma, mən eləyəcəm. Ayda. Bəs mənim işimdən, gücümdən avara qoyma. Qoy mən də işləyim də. Sənin başıva dönərəm. Sən nə qısqanclığın tutur ki, mən sənə xəyanət edərəm sənə xəyanət. Mən deyirəm, mənim ərim belə kişi. Bax, sən məndə vaxt gəlirsən, burada işdə görürsən, düzdür? Görürsən ki, bax, mebel düzəldirəm. Məni bir dəfə gəlib restoranda tutmuşsan. Heç vaxt. Gəlib bir dəfə mənim görmüşsənsə bir istirahət mərkəzində. Yox. Mən həmişə buradayım da, bu zavoddayım da. Sənin başıva dönməyim mən. Qoy işimizi görək, Mən hələ bir gün burada olacam, işim çoxdur mənim. Buradasan? Buradayım. Gəlməyəcəksən evə? Gec gələcəm. Gec gələcəksən? Gec gələcəm mən. Neçə saat gec gələcəksən? Gələrəm 4-də 5-də. Gecə? Gecə. Bunu da yedim, yaxşı. Gələcəm mən, tamam, gəl. Yaxşı, sən başıma dönərəm. Can. Sağ ol Lamiyə, nə olar evi yox. Bir dənə sənin şansın qalmışdı ki, arvadva zəng edib o maşının kreditinin pulunu alacağım. Onu da dedin, nə oldu? Vəsə, verdi, elə bilir ki, məndən pul alacaq. Ay aldın ha. Eşidirsən məni? O kameraları sən oğuramsan. Xeyr. Necə xeyr? Xeyr. Sən oğuramsan. Mən ustayam, gəlib sizin evdə işlətirəm. Mən gəlməmişəm orada kamera oğurlamağa. Mən müstəntiqlə danışmışam. Müstəntiq deyir ki, sizin kameraları olsa oğurlayıb. Mən oğurlamışam. Bəli. Onda kamera görüntülərini aç. Deyirən ki, bax, bu sən kamera oğurlamısan. Aha, kamera var. Kamera oğurladım da sizə necə mən kamera görüntüsü göstərim? Xeyr, mən oğurlamamışam. Siz oğurlamışsınız. Xeyr. Boynunuzu alın. Xeyr. Nəyinizi alın? Boynunuzu alın. Xeyr. Bax, xeyr nədir yapışmışsınız yenə bir dənə sözdən? Əgər Məlat müəllimə, əgər mən salam əleykum. Salam əleykum, xoş gəldiniz. Mən sizin bağdan kamera oğurlayıramsa, niyə naharda smetanla zavod çörəyi yeyirəm? Məni görəndə smetandan çörək çıxardırsınız da. Mən olmayanda kabab pişirib yeyirsiniz. Elə bilirsiniz, bilmirəm. Sən çörəyi dizi üstündə olan adamsan. Nəyin üstündə olan adamsan?
dizinin üstündə çörəyi olan adamsan. Məlahət müəllimə, siz belə danışırsınız, amma elə deyil. Necə? Elə deyil. Necə deyil? Mən sizin bağdan kamera oğurlamamışım. Mən o qədər halal adamam ki, mən o qədər elə şeyin incəliyinə varıram ki, artıq əski mənim qapıma, mənim evimə haram bir tikə girməsin. Siz təsəvvür edin ki, mən gör halallığın hansı pikindəyəm. Pikə bax. Mən gedirəm hamama, masaj elətdirəndə deyirəm ki, xanımsa olmaz. Xanımın əli mənə dəyə bilməz. Ancaq kişi masajist varsa, hə, yoxdursa, yox. Mən o qədər elə dəlalətə gedən adamam. Mən də inandım. Nə inandım? İnandım. Nəyə baxırsınız, nə alırıq? Deməli, bax, bunu görürsünüz, Vertigo. Bəli. Bu İtalyan dekorativ boyasıdır, Antika Signoria. Çox gözəl bir dekorativ boyadır, çox gözəl də teksturası var. Gəlin zəhmət olmasa görsədək ki, bax bundan necə bir tekstura alınır. Gəlin zəhmət olmasa. Gəlin zəhmət olmasa. Necədir? Bir dənə toxunun. Baxın. Toxun. Necə Bir dənə burada gözəldir. toxun. Necə gözəldir. Bu nəyə bənzəyir? Bu krokodil dərsinə bənzəyir. Bəli. Gördüyünüz bax bu Antika Signoria dekorativ boyasından baba gözəl belə elə bilirsən ki, krokodil dərisidir, sizin divarınızda olacaq. Doğrudan oxşuram. Çox gözəldir, çox zövqlü. Gördünüz? Çox bəyəndim. Siz düşmüşsünüz kameranın dalınca. Görürsünüz müəllimə, mən sizə belə dekorativ boyalar təklif edirəm ki, bax eviniz belə gözəl çıxacaq. Siz düşmüşsünüz kameranın arxasında, keçin əyləşin. Kameranın arxasında kamera elə gəldi, kamera belə get. Mən ümumiyyətlə əvvəl gündən siz ki məni körpünün altından götürəndə mən başıma pəncərədən içəri saldım. Sizə ilk sözüm oldu. Dedim ki, mən sizin evdə işləyəndə orada kamera olacaq yoxsa yox. Kamera varsa mən işləyə bilmirəm, özümdən asılı deyil, işləyə bilmirəm. Elə biləm ki, kimsə məni güdür. Amma kamera olmayanda mən rahat çaq-çuq şeyləm də. Başa düşdüm. Zəhmət olmasa o Vertigo var ha. Onu zəhmət olmasa, hə, maşına qoyarsınız zəhmət olmasa. Bilirsiniz necədir? Nəyimiz qaldı? Siz onları qeyd eləyin, mən sizə bir şey deyim. Baxmayaraq ki, siz hər nə cürə insansınız. Amma siz mənim işimə ciddi yanaşdığınız üçün və belə həssas yanaşdığınız üçün mən istəyirəm ki, sizə işin pulunu qabaqcadan verim ki, belə həvəslə işləyəsiniz. Canla işləyəsiniz, başla işləyəsiniz. Nə ilə işləyəsiniz? Canla işləyəsiniz, başla işləyəsiniz. Yox, müəlliməm. Siz o pulu saxlayın. Niyə? Ehtiyac yoxdur. Necə ehtiyac yoxdur? Belə şey olar? Yox, müəlliməm, mən utandım. Siz ki, bizim belə gördüyümüz işə belə dəyər verirsiniz. Amma biz sizə yetərincə dəyər vermirik, müəllimə. Mən sizə bir etiraf eləmək istəyirəm. Bəli, neçə vaxtı biz sizin bağdan oğurluq edirik. Bu kameranı bizə uğramışıq. Bəli, nəinki kameranı. Biz yalan olmasın, bəlkə 400 meşox gips satmışıq. Halbuki cəmi cümlətanı 6 dənə gips lazım idi. 250 dənə siment satmışıq. Halbuki bizə 4 dənə siment lazım idi. Siz ağaçlar gəlib əkmişdiniz ora. O ağaçlar qurumadı müəllimə. Onu biz çıxardıb aparıb satdıq. Siz məhəlləyə gətirib it bağlamışdınız. Dediniz ki, siz gedəndən sonra məhləni qorusun. Müəllimə, o iti maşın vurmamışdı. O iti biz 800 manata apardıq, satdıq. Yadınızdadır müəllimə, bir gecənin içində bağımızdan 28 kub taxta yoxa çıxdı. Bəli. Müəllimə, biz sizin üzünüzə durduq ki, o 28 kub taxtanı bir gecənin içində taxta biti yiyib.
Halbuki taxta bitinin orada bir günahı yoxdur. Onu məndən razif idik. Apardıq onu satdıq. Biz sizin evinizi pulsuz təmir edəcəyik. Məni bağışlayın, mən gedim işimə başlayayım. Yox, ay bala, mən səni dediklərini hamısını başa düşdüm. Tam səmiyyətinlə hər şeyi etiraf etdim. Amma mənim vicdanım bunu götürməz. Qoy mən sənə pul verim. Çox sağ olun Məhməd, çox sağ olun. Siz yenə də bizə dərs keçdiniz. Tamam. Gedək müəllimə, gedək. Rahatladım da, rahatladım. Bala, Ne olur lan? bala. Ne olur? Bala beni bu evden apar. Ben de bu evden kalmak istemiyorum. İstemiyorum. Xalam, xala, necəsin? İstemiyorum. Deyirsən ki, yaşamaq istəmirəm, yaşamaq istəmirəm. Dədənlə bir yerdə qalmaq istəmirəm. Aparıram evə, heç bir gün dözmürsən, təzdən qayıdırsan. Ne Bala, olub yana? Ne olub? sana olmayıp. Dedene yemek pişirmişim. Ha. Borç. Gördüm ki borç üstüne dağıtıp. Onun üstüne çemkirdim ki yavaş yede üstüne dağıtırsan. Sonra ləkəni yürəm getmir. Vay götürüb qışqırır, dədəmi söyür ki, az dədəm vaxtında sana bir yaxşı cehiz verəydi, paltar yuyan, ataydın yuyaydı. Dedim bəri bax, verib da bundan artıq verəsin. Deyir camahatda paltar yuyan həm yuyur, həm qurudur. Dedim o vaxtın paltar yuyanın qurudanı var idi. Götürüb stəkanı atır, bax belə tərsinə atır təpəmin ortasından. Nətər o bir stəkanı götürüb, vıyıldadacaydım təpəsinə, götürüldü, qaçdı. Çırpanmadım. Hardadır indi? Tələndiyənə kimi tapanmamışam. Bilmirəm, harda gizlənib. Ana, dayan ana, gözlə. Yoluna bax. Bala məni apar. Yox, ana, gel. Məni apar, mən də burada yaşamaq istəmirəm. Yox, gözlə, yoluna qoyacaq, yoluna qoy. Gözlə bir sumkanı şey edeyim. Qoy bagaja. Gözlə. İşdən qatıb gəldim səni. Sənin başına dönüm. Məni apar. Mən səni görün nətər oturdum. Sən mənə dəymə. Hə? Məndə işin olmasın. Sən keç otur, özüm oturacam. Bax, kömək edin də mən sana. Yox, dəymə, amma dəymə. Özüm oturacam. Dayan, görüm. Ha, yox, elə minəməyəsən, ana. Dayan. Yox, elə minəməyəsən. Dayan, məndə işin olmasın, özüm minəcəm. Mənə kömək elə, kömək elə. Qaldır, ayağımı qaldır. O bir ayağımı qaldır. Qaldır. Ay, ayağım çıxdı bana. Qaldır. Ana. Yox, Dayan, oturacam. bunu ver içəri. Qalxmır ha. Kömək elə, bala, oturamıram. Belə. Dayan. Bunu bırak. Dayan. Bıraxsam Məndən tut. gedəcəm. Məndən tut. Bıraxsam gedəcəm. Məndən Dayan. tut. Gözlə, gözlə. Dayan. Dayan, nə? Bırak, bırak. Dayan. Bırak. Gözlə. Gözlə. Bırak. Ay, bala. İndi çöl ana. Abala, məni bura nəyə gətirdin? Dedi ana bak özün bak dedi görsen bak Quyuxin qəşəng paltar yuyanlar var. Seç birini alım aparım bir də bu dədəmlə dava qırığının paltar yumaq üstündə deyil. Qutarsın da bu dava qırığında. Bala, sənin dədən bu paltar yuyanla düzələsi deyil. Niyə ayana? Danışırıq ayana. Satıcı da eşitdi. Niyə indi paltar yuyanı dəyişməyək? Bu yaşda dədəmi dəyişək.
Yola gedin də, yola gedin ana. Ya sənin dədən yola gediləsi adamdır, hə? O günləri deyirəm ona ki, kişi, götür o qayçını, çıx o üzüm tənəklərini doğra, payıza qəşəng bar versin. Ma gör nə deyir. Deyir, sən istəyirsən mən o nərdivana çıxım, nərdivandan düşüm yerə ölüm. Dedim, səni öldürmək istəsəm, yastığı götürüb elə üzünə basıb, boğub öldürərəm da. Nədir ki öldürmək? Bu. Düz demirəm ay oğul. Ana, sən dədəmi öldürmək üçün hər bir variantı fikirləşmirsən. Siz bu dəqiqə yaşayan vaxtınızdır, sizin ölən vaxtınızdır. Bax, bu qazan nətər xoşuna gələr? Ver baxım. Sən Çəpənin ortasından. Vermə. Çəpənin ortasından. Allahım ki, yemək pişirir, demirəm dədəmin təpəsindən vur. Can. Sən baxmadın, bu nətərdir? Bax, ağ da var, paltar yığmaşın. Bala, səni mən xərcə salmaq istəmirəm ha. Bundan da var, beləsi də var, qara da var, bax, qara da qəşəng. Qoy baxım. Bax, Qoy baxım. bax dənə. Qoy baxım. 719, 766, 1089. Bax, bu yaxşıdır oğul. Bunu istəyərəm. Hə. Sağ ol, abi, sağ ol. Ya. Hə. Deyərəm, onu seçdinsə, sən onu götürək. Bala, mən istəmirəm səni xərcə salım. Eyb yox, ana. Başına dönüm. Siz elə dalaşmasanız, mən xərcə düşmürəm. Dalaşırsınız, düşürəm. Elə. Yox, da bunu götürürsə, qoy mən də sənə köməklik eləyim. Lazımdır. Güc saat düşməsin, başına Lazımdır, dönüm. ehtiyac yox. Deyil. Əlini yedin sal doğru, Deyil. lazımdır. Deyil. Qoy, dəymir, qoy. Yox, qoy deyəndə. Dəqiqə deyə. Yox, eləmədən. Məsələn, Bala, qoy bir yerinə. dəqiqə deyə. Qoy yerinə. Yoxsa hamısı Ana, qoy yerinə. Ana, qoy. Qoy yerinə. Qoy yerinə. Yayımın baş sponsoru Berk Soyuq çayları, sponsorlar QX Məişət avadanlıqları, Bomba Beloçka tumları, Baku Avtomol, Qardaşlar Mebel, Permalit boyaları.